bir neçə gün bundan öncə cənab prezident İlham Əliyevin imzaladığı rəqəmsallaşma strategiyası 2026-2029-cu illəri əhatə eləyən faktiki olaraq bizim gördüyümüz işlə üst-üstə düşür. Və orada 300 startapa qədər yaradılması və heç olmasa 3 ildən sonra bir startapın unicorn sisteminə yaxınlaşması, yəni ki, o 1 milyard olmasa da 500 milyon və yaxud da 300 milyon dəyərində olması, bütün bunlar hamısı ümumiyyətlə onu göstərir ki, Azərbaycan rəqəmsallaşmaya doğru irəliləyir. Əgər yadımıza salsaq ki, bu ilin əvvəlində, yanvar ayında, səhv eləmirəmsə 16-sı, cənab prezident İlham Əliyev strategiya konsepsiyasını imzalamışdı. Həmin o konsepsiya onu göstərdi ki, biz hansı istiqamətdə getməliyik. Və son bir həftə ərzində mən əgər səhv eləmirəmsə, Rəşad Nəbiyev, nazir Rəşad Nəbiyev Amerikada oldu və onun keçirtdiyi görüşləri nəzərə alsaq ki, orada OpenAI, Intel, yəni dövlət adamlarından fərqli olaraq da başqa, yəni görüşdə Amazon və bütün bu görüş, Nvidia ilə görüş keçirtdi. Bunlar hamısı onu deyir ki, Azərbaycan AI üzrə infrastruktur qurmağa yaxınlaşır. Süni intellekt. Süni intellektin iki hissədən ibarətdir süni intellekt. Biri infrastruktur, biri də ki, algoritmlər. Yəni, bizim əlimizdə ən rahat gördüyümüz, məsəl üçün, ChatGPT, Gemini, məsəl üçün, DeepSeek, bunlar algoritmlərdir. Amma bunları idarə eləmək üçün, bunun datası olmaq üçün GPU serverlər lazımdır və bunun 95%-in Nvidia şirkəti istehsal edir. Azərbaycanda müqavilə yox idi və birbaşa Azərbaycana satış yox idi və mən belə başa düşürəm ki, bu yaxın zamanda bu baş verəcək.